Əziz izləyicilərimiz, əziz şagirdlərimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcərin 18 kitab müəllifi, Qızıl Qələm mükafatçısı, bugün Azərbaycanımızın çox gözəl rayonu olan Daşkəsən rayonundayıq. 2026-cı il 1 Mart tarixində qarlı, buzlu, yağışlı bir havada gəlmişik gözəl ağsaqqala, gözəl abisəyə, gözəl anamızı, gözəl əmmimizi, müəllimimizi, ziyalımızı sizlərə təqdim eləməyə. Müəllimlər hər kəs tanısın. Mənim adınız, soyadınız? Hüseyin Pirəli Məclisoğlu. Çox gözəl. Neçə il təhsil sahəsində çalışmışsınız? 44 il. 44 il təhsil sahəsində çalışmışsınız. Hansı fən tədris eləmişsiniz? Tarixdir. Çox gözəl. Biz sizi ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq. Allah təala sizə uzun ömür, can sağlığı versin. İndi hal-hazırda neçə yaşınız var müəllim? 69. Ay maşallah. O gün olsun geçmişe gelmişti. Demək olar ki, 70 illik, 80, 90, 100 yaşınız olsun inşallah. Müəllim, sizin adınız, soyadınız? Namazova Solmaz Həbib qızı. Çox gözəl Solmaz müəllim. Neçə il təhsil sahəsində çalışırsınız hal-hazırda? 41 ildir. 41 illik təhsil sahəsində çalışırsınız. Hansı fən tədris edirsiniz? Tarix fənni. Tarix fənni. Sizdə? Tarixdən. Və hər ikiniz tarix. Evet. Azərbaycanımızın tarixini, qədim dünya tarixini şagirdlərə 40 il, 45 il tədris eləmişsiniz. Müəllimə, sizlərin şagirdləriniz əsasən hansı peşə sahibi olubdular? Məzunlarınızdan, yetişdiyiniz şagirdlərdən. Birinci siz deyin müəllimə. Riyaziyyat. Rasiyyət üzrə olubdu, sinif müəllimləri olubdu. Ondan sonra tarixə girənlər olubdu. Kənd təsərrüfatına girənlər olubdu. Çox gözəl. Biz sizi ki, müəllimlərlə fəxr edirik. Siz də yəqin tələbələriniz. Həm də siz gözəl atasınız, gözəl baba, gözəl nənə. Neçə övladınız var müəllim? 2. Allah saxlasın. Adı nədir övladınızın? Hüseynova Vüsalə, Hüseynov Rəhim. Allah kömək olsun. Sağ olun. Bəli, bir Çağdaş Təhsil komandası olsun ki, müəllimlərlə fəxr edib, qürur duyuruq. Bugün həm 2026-cı bir dəqiqədir. 2026-cı il 1 Mart tarixidir. Bizim bu çəkişlərə 10 il, 20 il sonra başqa insanlar baxacaq. Nə arzulursunuz? Nə deyə bilərsiniz müəllimlərə, şagirdlərə, tələbələrinizə, nəvə-nəticələrinizə? Şagirdlərimizə təhsildə uğurlar arzulayıram. Həyatda özlərini nətər görmək istəyirlərsə ona nail olsunlar, arzularını açsınlar. Təhsilin ən yüksək zirvələrini fəth etməyi bir müəllim kimi arzu edirəm. Elə həmişə də deyirəm, o zirvələri fəth eləsinlər, fəxrimiz olsunlar, gələcəyimiz olsunlar. Gələcəyimiz Azərbaycanın qüdrəti naminə əllərindən gələn əsirgəməsinlər, vətənpərvər evlatlar olsunlar. Əsas insan olsunlar. Daşkəsən rayonu hansı məktəbdə çalışırsa hazırda? Bizim bu tapan məktəbi birləşdiriblər, bağlayıblar Güney kənd məktəbinə, o birisi məktəbinə. Siz də tapan məktəbdə işləmişsiniz, yoxsa ki? Bəli, mən də indiyə qədər tapan Biz sizi ki, müəllimlərlə fəxr edirik, qürur duyuruq, təşəkkür edirik. Sizə can sağlığı. Sağ olun, Allah köməyiniz olsun.